Bedendeki fizyolojik değişiklikler müəyyən bir periyod üzerine keçməkdə və o periyod üzerine devam eden ritmik davranışlar nəticəsində orqanizm öz bütövlüyünü saxlamaqdadır. Yəni daxili mühitinə. Burada yəni qan da əsas götürülməkdədir ki, qanın daxili sabitliyi də homeostaz deyə adlandırılmaqdadır və orqanizmin sabitliyində mühüm rol oynamaqdadır. Bunun əsas səbəblərindən biri isə qanın digər orqanları və orqanlar sistemini birbiri ilə bağlayan və əlaqələndirən mərkəzi sistem olmaqdadır. Eyni ilə qan sinirlərin və hormonlarında bağlanmasında mühüm rol oynamaqdadır. Yəni bizim bildiyimiz bütün orqanların əlaqəsi, bağlantısı ən sadə dildə desək, həm qidalanması, həm tənəffüsü bu vasitələ getməkdədir. Bundan başqa qanda daşınan hormonlar da həmin təsir edici orqanına çatdıqda müəyyən funksiyalarını yerinə yetirib öz işini görməkdədir. Məsələn, trioksin valxana bənzər vəzdə öz səsini göstərir, yenə hipofiz vəzdə öz səsini göstərən hormonlar vardır. Adrenokortikotrop hormonlar vardır. Bölüşsüz vəzdə öz təsirini göstərən mineralokortikoidlər vardır. Böyle qabağında bölüşsüz vəzdə təsir edən hormonlardır. Yəni bunun kimi adrenalin, noradrenalin də təsir etməkdədir ki, fərqli vəziyyətlərdə insanın fərqli vəziyyətlərində bu hormonlar daxili sabitliyi mühafizə etməkdədir. Xüsusən də orqanizmin daxili mühitinin sabitliyində əsaslı rol oynamaqdadır. Məsələn, daxili maye mühitində 0,9% qram bölü millilitr natrium ionunun olması daxili bir maye mühitində standartdır. Bu standartın üstündə və yaxud da altında olması normanın pozulması deməkdir. Bu baxımdan bizim qanımıza fizyoloji mühüm olaraq natrium klor vurulduqda bu oranlar nəzərə alınmaqda və buna uyğun surətdə bədənə injeksiya edilməkdədir. Bundan başqa bədənin daxili sabitliyi əsas etibarilə qanda dediyimiz kimi ürəyin də fonksiyonel olaraq tarada düzgün işləməsindən böyük bir şəkildə asılı olmaqdadır. Çünki ürəkdə olan qapaqların vaxtında açılıb qapanması sistol radiasiyalasının millisaniyələrlə ölçülən vaxtlarda yerinə yetirilməsi bu işin nizamlı şəkildə yerinə yetirilməsinə təmin etməkdədir. Biz bəlkə də səthi şəkildə elə düşünə bilərik ki, ürək heç vaxt istirahət etmədən çalışır, amma əslində bu şəkildə deyil. Çünki ürəyin alınması və boşanması arasında, sistol və diastol arasında onun istirahəti üstündə vaxt ayrılmaqdadır. Yəni, ürək yolduqda, qan damarlara vurulduqda diastola vaxtı vardır ki, ürəyin boşanması anıdır və bu anda da ürək istirahət etməkdədir və ürək işlədiyindən daha çox istirahət etməkdədir. Yəni, bugün bəzi adamlar var ki, daha çox işləyir, yəni, işlədiyindən, məsələn, istirahət ediliyindən daha çox işləyir, işğalik insanlarda vardır. Amma ürək, yəni o diastola vaxtı elə nizamlanır ki, millisaniyələrlə 0,4 saniyə yığılırsa 0,5 saniyə diastola fazlasına ayrılmaqda bir siklin tamamında ürək öz istirahətini təmin etməkdədir. Bununla bərabər sirkadiyen ritim pozğunluqların olması, qapaqların açılıb qapanmasından problemlərin olması kimi hallarda da rast gəlinməkdədir ki, bu da ürəyin patologiyaları adlanmaqdadır. Eyni ilə ürəkdə üzərində olan tad damarlar, yəni bu tad damarların əksəriyyətlə böyük damarlardır və ürəyi qidalandıran damarlardır ki, dədə görməsi çox böyük problemləri özü ilə bərabər gətirməkdədir. Bunların da nəzarətdə saxlanması xüsusən də bu cəhətdən problem olduğunu düşünən insanların
olması önemlidir ki, esaslı meseledir yani. Hayat kurtarıcı bir malumattır. Nedeşer bir insan heyimlik manevrasını bilip teneffüse ihtiyaç olanda o manevranı yerine getirmeye başarmalı. Yani o işaretini gösterebilmesi lazımdır. Beyinle üreyle bağlı müeyyen fonksiyonellikleri, beyinle alakalı müeyyen fonksiyonellikleri sətli derecede olsa müeyyen məlumatları yalanmalıdır ki, benim anlattığım məlumatlar bu cəhətdən ən sadə, bu məsələdə heç bir məlumat olmayan adam bile o videoyu izlediğinde müeyyen meselelerin necə işlədiyini ve ürəkdə fəaliyyətin necə olduğunu, hormon sisteminin necə olduğunu ve fonksiyonelliğinin ne olduğu hakkında müeyyen bir fikir elde etmiş olmaktadır. İzlediğiniz için teşekkürler. Sağ olun.